Baxın, deyir ki, sahələrdən birisi. Mən anladım ki, dua qapısı çox geniş və çox uca bir qapıdır. Dua yalnız bəlanı geri qaytarır və ya neymət gətirir deyil. Dua sənin həyatının çətinliklərinə qarşı daha güclü və möhkəm edir. Dua yalnız səni sakitləşdirmir, əksinə duanın verdiyi güc bunlardan daha böyükdür. Dua sənin Allahla bağını daha da sıx və möhkəm edir. Səni Allaha daha çox sevdirir. Onunla daha yaxın və bağlı hiss etdirir. Sənin Allahın sənə hər an şahid olduğunu hissini gücləndirir. Əgər bir kimsə dua etməyi buraxıbsa, o zaman həqiqətən böyük bir nemətdən məhrum olub. Dua qapısından uzaq düşən əslində hər şeydən məhrum olmuşdur. Çünki dua həm bu dünya, həm də axirət üçün bütün xeyirlərin açarıdır. Baxın, nə deyir Alim Bərdəmisi? Hər dua edəndə dərhal cavab verilər. Bəzən Allah onun duasını qəbul edər, bəzən duanın əvəzində ona başqa bir xeyir gətirər. Əgər Allahın lütfü, mərhəməti olmasaydı, biz ondan kömək diləməsəydik və sonra da duanın qanadlarına sığınmasaydıq, biz həyatın fırtınalı küləkləri və çətin günləri içində kiçik bir yarpaq kimi sağa-sola savrulardıq. Amma biz Allaha sığınırıq, ona yalvarırıq və dua edirik. Beləcə səbir və arxayınlıq tapırıq. O sakitlik və rahatlıq ki, bizə hər bir çətinliyə qarşı dayanmağı öyrədir və hər bir müsibətin hikmətini dərk etməyə kömək edir.